Salam, gəlin 123-cü sualımızdan bir yerdə baxaq. Miqyası 1/35 milyon olan xəritədə A və B məntəqələri arasında məsafə 24,4 cm-dir. Gəlin qeyd edək. A və B məntəqələri arasında məsafə 24,4-dür. Bu məntəqələr arasında yerli vaxt fərqini bizdən istəyir. Miqyasımızı gəlin kilometrə çevirək, 5 0 silirik, yəni 100 minə bölürük. Anlar ki, bizim 1 santimetrimiz xəritədə 350 kilometrdir. 1 santimetrimiz 350 kilometr isə bəs 24,4 santimetrimiz nə qədərdir? Biz bunun həqiqi məsafəsini tapırıq. A və B arasında həqiqi məsafəni. 24,4-ü 350-yə vururuq. Cavabda alınır 8540 kilometr. A və B məntəqələri arasında məsafə 8540 kilometrdir. Gördüyümüz kimi 40 dərəcəli paralel üzərindədir A və B məntəqələri. 40 dərəcəli paraleldə də 1 dərəcəli qövsün uzunluğu 85,4 kilometrdir. 1 dərəcəli qövs 85,4 isə bəs neçə dərəcəmiz bizim 8540 kilometrdir? Bu zaman 8540-ı 85,4-ə bölürük. Cavabda alınır ki, 100 dərəcə. Deməli, A və B məntəqələri arasında 100 dərəcə fərq var imiş. 100 dərəcəni də dəqiqə çevirmək üçün biz yer kürəsinin 1 dərəcə ərzində 1 dərəcəni 4 dəqiqə qət etdiyini bilirik. Gəlin 100 dərəcəni dəqiqə çevirək, yəni 100-ü 4-ə vuraq. Alınır ki, 400 dəqiqə. 400 dəqiqə də 6 saat 40 dəqiqədir. Cavab A variantı.